Bismillahirrahmanirrahim. İza caa nasrullahi vel fath ve ra'ayten nase yedhulun fi dinillahi afvaca fesabbih bihamdi rabbika vestagfir innehu kana tevvaba. Sadakallahul aliyyul azim. Allah bəndələri əvvəl özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam-intizama, Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin. Allah zamanə imamının zuhurunu tezləşdirsin, bizi o zuhura hazır onlardan qərar versin, zuhuru yubadan günahlarımızı əfv eləsin, günah etməməkdə bizlərə fərasət versin, günaha sürükləyən şeytanın və nəfsimizin şərrindən, şər sahiblərinin şərrindən bütün möminləri və bizləri amanda saxlasın inşallah. Əziz qardaşlar, bacılar, bizim hədislərimizdə belə bir tövsiyə var, İslam əxlaqında, əxlaqi bir hədisdir. Deyir, uşağı ilə rəftar eləyəndə 7 yaşına qədər elə bil ato ilə rəftar edirsən. 7 yaşından 14 yaşına qədər balon övladla necə rəftar edirlər, elə rəftar elə. 14 yaşından sonra qardaşı ilə necə rəftar edirsən, elə rəftar elə. Bunların hər birinin açıqlaması var. Mənim sözüm buradan bu düyünü açıb başlayıram. 7 yaşına qədər niyə aton kimi bax övladı var? Yəni 7 yaşından sonra insana başlayacaq əmrlər və qadağalar. Eləmə, elə. Qoy 7 yaşına qədər şahlığın eləsin, biraz sərbəst olsun. Onsuz da əmr və qadağalar həyat boyu bizim ölənə qədər bizləndir. İnsan, hər birimiz həyat boyu əmr və qadağalarla üzbəüz oluruq. Amma yəni o qədər önəmli məsələdir əmr və qadağalar bizim 10 dənə fəruiddin namaz kimi əməl eləməli olan işlərimizdən biri budur. Ona deyirik fərudində əmr be məruf, nəhy az münkər, yaxşılıqlara əmr eləmək, dəvət eləmək, pislikdən çəkindirmək. Mən hər dəfə məruf deyəndə yaxşılıq yadınızda qalsın. Münkər deyəndə pisliklər. 10 dənə fərudinin biri yaxşılıqlara dəvətdir və biri də pisliklərdən çəkindirməkdir. Mənim mövzum bu barədədir, amma hansı cəhətdən bu barədədir onu deyim. Bu günləri yaşadığımız zamanda çox təəssüf ki, bəzən insanı Allah buyurub doğru yola dəvət elə, pis yoldan çəkindir. Bu gün elə bir cəmiyyətdə yaşayırıq. İnsanı doğru yoldan geriyə və yaxud da əyri yola dəvət edirlər və pis yoldan çəkindirmək əvəzinə pis yola dəvət edirlər. Yəni, mövzumuzu belə adın qoyaq. Mərufla münkərin yerin dəyişib cəmiyyət. Yaxşılıqla pisliyin yerin dəyişib cəmiyyət. Və bu cəmiyyətin sonu da nə olacaq? Sonda deyəcəm. Allah nicat versin inşallah. Yəni, mərufdan, hər dəfə məruf deyəndə yaxşılıq yadınızda saxlayın, münkər deyəndə pislik. Yəni, yaxşılıqdan çəkindirib, pisliyə dəvət edirlər bu gün. Məsələn, əvvəldən bu olub, bu gün şişkin formaya çatsa da, imamların dövründən bu olub. İmam Muhammed Baqir aleyhissalam, bizim 5-ci imamımız, bağ şumlayır, ağacların dibin şumlayır, ya bağı şumlayır. Muhammed İbni Munkadir adında bir şəxs imama göstəriş verir. İmam Baqir aleyhissalam biraz bədənli olub, çəkili olub, tər qanın içində bağ şumlayır. Muhammed İbni Munkadir imama göstəriş verməsidir. İmama, Allahın höccətinə adi bir insan göstəriş verir. Deyir, heç bu sənə yaraşır. Sən imamsan, Allahın höccətisən. Sən niyə görə gəlib bu istihavada bu cür halla bağ şumlayırsan? Həzrət, yəni eləmə də bunu. Yaxşıdan güya ağanı yaxşılığa dəvət edir. Ağa böyle bilirsən nədir? Mən elə bir iş görürəm. Əgər bu halda
dünyamı dəyişsəm, mən ibadətdə dünyasını dəyişmiş kimiyəm. Məgər Peyğəmbərimiz buyurmur ki, halal ruzi dalıyca gedənin axıtdığı tər şəhidin qanından fəzilətlidir. Güya imamı yaxşılığa dəvət edir, amma yaxşılıqdan çəkindirir, yəni sən bu işi görmə. İmam Cəfər Sadiq əleyhissalam səliqəli geyinib, çıxıb cəmaatın qabağına, Süfyan ibn Suri imama buyurur, imama deyir, üzr istəyirəm, ərz edir. Deyir, sənin aton Əli belə geyinməyib, bax, mündəris köhnə libasda gəzib, sən niyə belə səliqəli şux geyinibsən? Həzrət buyurur, sən bilmirsən axı, atam Əli əleyhissalamın zamanı başqa idi, o vaxt atamın belə geyinməyi lazım idi. O vaxt Əli əleyhissalam buyurur, yaxşı paltarlar giyərəm, buğdanın yaxşısını yiyərəm, amma yemirəm və geyinmirəm ona görə ki, mənim xilafətimin tabeliyində olan o başda bir adam paltarsız olar, bir adam az yatar, mən Allaha cavab verəm. Köynəyin o qədər göndərdi dərziyə, yamatdırmağa, dərzi axırda dedi, yamamağa yer yox. O atamın dövrü idi. Amma indi mən köhnə libasda çıxsam cəmaatın qarşısına, cəmaat qəbul eləməz. İndi hamı səliqəli geyinir, təmiz geyinir. Mən bunu bu dövrdə cəmaat qəbul eləməz. Hər zamanın özünün tələbi var. İmama göstərir, ağa buyurur, cəmiyyət yuxarıdan aşağı baxacaq və qəbul eləməyəcək. Bizim ruhani qardaşlardan biri Allah canı sağ edir, dedi ki, bir adam təzə maşın minən kimi düşürlər adamın üstə, deyirlər, molla bu maşını niyə minib? İstəyirlər bir dənə zafı minsin, minəsən, yolda xarab olsun, gəlib yanından bir gülə-gülə də keçsinlər. Zamanın tələbi var, gərək zəlil görsənməsin. Ağa Əraf surəsinin 32-ci ayəsini oxudu. Qul, əudu billah, qul mən harrəmə zinətəllah əxrəcə li-ibadihi və-təyyibat minər-rizq. Allah təbarək və teala buyurur, de, kim Allahın bəndələri üçün üzə çıxartdığı zinətləri və halal ruziləri haram eləyə bilər? Allah zinəti, yaraşığı, bəzəyi, bəndiyə halal eləyibsə, sən necə haram eləyə bilərsən? Necə deyə bilərsən ki, sən belə yaraşıqlı geyinmə? İndi deyəcəm, ifrata, təfridə getməsin. Məsələn, cırıq-mırıq paltarlar geyinməsin, kişi qadın kimi geyinməsin, qadın kişi kimi geyinməsin. Geyimin öz əxlaqı var, mövzum bu deyil. Amma Allah halal eləyəni kim haram eləyə bilər? Allah ruzidən və yaraşıqdan, bəzəkdən halalını kim haram eləyə bilər? İmam Həsən əleyhissalam Əhl-i Beyt əleyhissalamın Yusifidir. Yusif Peyğəmbər gözəlliyində olub Həzrəti İmam Həsən əleyhissalam. İndi xəlifədir, minib dəviyə, səvar oldu dəviyə, getsin, bir nəfər çıxdı qabağına. Dedi, bu nə təkəbbürdür. Dəviyə minib sən gedirsən, Həzrət endi dəvədən. Dedi, innə fiyyə izzən. Bu, Allahın verdiyi izzətdir sənə, təkəbbür görsənir. Mən burada mərufla münkərin dəyişik düşməsindən söhbət gedir. Adam, ağa İmam Həsən əleyhissalam izzətli görünür. İzzətə bəzən təkəbbür deyirlər. Yox, təkəbbürlə izzəti ayırt eləməliyik. Biri mərufdur, biri münkər deyəcəm. Sən izzəti kibir görürsən, ayıra bilmirsən. Bu günləri ictimai bir problem yaranıb, cəmaatın mizanı, tərəzisi xarab olub, düz qiymət verə bilmirlər. Ağa qara, qarıya ağ deyirlər. Bax, məsələ, mövzumuz bunun üstündədir. Səxavətə israf deyirlər. Səxavətlə israfı dəyişik salırlar. Hər şeyin ifratı və təfriti yerin dəyişir. Bu, mərufla münkərin, baxın əlimə, sərhədləri o qədər yaxındır, ayırt eləmək çətindir ha. Adam biraz bəsirəti olmasa ayırt eləyə bilməz. Baxın, səxavət, əliaçırlıq. İsrafla sərhəd yan-yanadır. Səxavət həddin aşanda olur israf. Allah Quran-ı Kərimdə Peyğəmbərimizə buyurur, nə çox əliyi açma, nə çox qapama. Əli açsın, əli boş qalarsan, əliyi də bağlasan, xəsis olarsan. Baxın, orta hədd. Orta hədd səxavətdir. Belə eləmək israfdır. Suyu əlində necə saxlayarsan? Suyu belə yarımolud saxlamaq olar da, sıxson da dağılacaq, açson da dağılacaq. Adam sərvəti ilə də belə rəftar eləyər. Artığın verər,
da sıxsan da gedəcək hədərə yerlərə, belə də eləsən əli boş qalırsın. Orta hədd. Səxavətlə israf dəyişik düşür. Qənaətlə xəsislik. Bəzən qənaət var, adam qani olur və yaxud da dəyərli yerə xərcləyir. Bir də var, üzr istəyirəm, saxlayırdır, lazımsız yerə xərcləmir. Amma bir də var xəsis. Bir qəpiyi çıxsa canı çıxar. Yox, bu qənaətlə bu başqa şeydir. Təvazökarlıq gözəldir. İnsan özünü kiçik aparar, amma zəlil aparmıyor. Təvazökarlığın ən aşağı həddi zəlillikdir. Gərək zəlil də aparmayasan özü. Bunların sərhəddi, bayaq dediyim, o qədər yaxın olduğuna görə ayırt eləmək çətindir. Azadlıqla özbaşınalığı cəmiyyət bəzən qarışıq salır. Əşi, mən azadlıq istəyirəm. Hicabdan azad olduq. Vəssalam, bu özbaşınalıq, bu azadlıq deyil. Azadlıq, Allahın sənə verdiyi hüquqlardan normal istifadə eləmək azadlıqdır. O hüquqları pozmaq özü özbaşınalıqdır. İndi mən məhərrəmlikdə bir söz demişdim, indi yadıma düşür. Hər azadlıqda olan da azad deyil. Azadlıqda olmaq başqa şeydir. Azad olmaq başqa şeydir. Yusuf Peyğəmbər zindandaydı, amma azad. Amma çox insan var azadlıqdadır, özü nəyinsə köləsidir, quludur. O azad deyil, azadlıqla azad başqa şeydir. İfrat və təfrit bu dəyərlərin yerini dəyişik salır. Biz nə etməliyik? Gərək əvvəl məruf və münkəri tanıyaq. Nə yaxşıdır, nə pisdir. Əslində bu fitri məsələdir. Adam vicdanına müraciət eləsə, vicdan deyir nə düzdür, nə əyridir. Amma vicdanı bəzən kölgəyə salırıq, nəfs qarışır işə, qoymur vicdan hökm eləməyə. Amma indi görək biz hansı yolla mərufu və münkəri tanıya bilərik? Bir, əzizlərim, birinci onu bilməliyik ki, Allah Teala Quranda nə əmr eləyib, o mərufdir, nəyi qadağan eləyib, o münkərdir. Məsələn, Əhzab surəsi 1-in deyirəm, 59-cu ayədə Allah təbarək və teala buyurur, yudninə aleyhinnə min cəlabibihinnə. Bu cilbab, ana bacılarım məni eşidirlər inşallah, başdan ayağa qədər atılan çarşaba cilbab deyərlər. Ərəb, yəni bu hicab var idi əvvəl. Xanımlar onu başlarına atırdılar. Bu başlarının yanından bu çiyinlərinə tərəf atardılar. Qulağı boynu qalardı çöldə. Allah buyurur, yudninə aleyhinnə min cilbabihinnə. Baxın, bunu yudninə dəna sözü, yaxınlaşdırsınlar. Bu yaxaların, ya Peyğəmbər, de xanımlara yaxınlaşdırsınlar. Bu görsənməsin boyunları, qulaqları. Əmridir, bu mərufdur. Allah Quranda dəvət eləyir. Dəvət eləyirsə bu yaxşıdır, bunu pozmaq münkərdir. Bu, məsələn biri, Allah, bir yana deyirəm, Allah Quranda əmrləri mərufdur, yaxşılıqdır, Allahın qadağı etdiyi şeylər münkərdir. İkinci məsələ, ikinci yol nədir? Mərufu və münkəri tanımaq. Allahın peyğəmbərləri və imamları, höccətləri bizə, ma fərəzəllah, ma fərəzən nəbi var. Allahın peyğəmbəri bəzi şeyləri əmr eləyib, bəzi şeyləri qadağan eləyib, imamlar əmr eləyib, imamlar qadağan eləyib. Bunlar da Allahın peyğəmbəri və imamı əmr elədikləri mərufdur, qadağan elədikləri münkərdir. Bizim bir dənə ziyarətnamə var, Camiə-i Kəbirə ziyarətnaməsi. Məfatihül Zinamda var. Mümkün olsa bunu oxuyasınız. İmam Əliyə Nəqəsəlamdan gəlir, Əhl-i Beyt əleyhissalamın kimliyin bizə tanıtdırır. Buyurur, Əl-mərufu ma əmərtum bih vəl-munkaru ma nəheytum an. Yaxşı bilirsən nədir? Mən imamlarımın qarşısında söz deyirəm, vədə verirəm. Sizin mənə əmrləriniz mərufdur, yaxşılıqdır. Sizin mənə çəkindirdiyiniz, qadağan elədikləriniz mən üçün münkərdir. Misalın demişəm bir dəfə, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, cavanlar gəldi, Peyğəmbərlə görüşdülər. Bir nəfər barmağında qızıl üzüyü vardı cavanın. Peyğəmbər heç nə demədən götürdü, çəkdi barmağının üzüyü, atdı kənara. Qızıl kişiyə haramdır. Peyğəmbərimiz getdi, cavanlar dedilər, get götür. Peyğəmbər getdi. Dedi, o mən üçün bayaq qızıl idi. Peyğəmbər atdısa, o mən üçün dəyərini itirdi.
Allahın peyğəmbəri və imamlar bəzi şeyləri qadağan elədilər, o pislikdir. Nəyə əmr elədilər, o bizim üçün yaxşılıqdır. O qədər peyğəmbərimizin hədisləri var. La təfəal, la təkun, belə olma, belə etmə. Üçüncü yaxşını və pisi də tanımağın yolu əzizlərim, əqli məruf və münkərdir. Ağılın qəbul etdiyi ağıl, amma yenə deyirəm, nəfs yox. Bəzən nəfslə, hisslə ağılın yerində şey salırıq. Allah bir daxili peyğəmbər göndərib ağıl. Ağıl deyir bu yaxşıdır, vicdan deyir bu yaxşıdır. Məsələn, vicdan, ağıl deyir namaz yaxşıdır, namaz qılmamaq pisdir. Düz danışmaq yaxşıdır, yalan danışmaq pisdir. Demək, bu ağıl da bizə yaxşını pisi tanıtdırır. Uşaq balacadır, əlim vurur o da deyir, yandırandır, bub deyir, cız deyir. Dördüncü məruf və münkər ürfi. İnsanlar arasında yaxşı tanınan və pis tanınan hansı insanlar? Normal cəmiyyətin qəbul etdiyi yaxşılıqlar və normal cəmiyyətin qəbul etdiyi pisliklər. Onu qədimdə belə bir gözəl bir tendensiya vardı. Cəmiyyətdə bir qınaq vardı. Yadınıza gələr, belə bir söz vardı, cəmaat nə deyər? Normal cəmiyyətə, Allahdan qorxan cəmiyyət, normal cəmiyyətin qəbul etdiyi şeylər yaxşılıqdır, qəbul etmədiyi, qınadığı şeylər pisdir. Gərək ondan çəkinəsən. Beşinci məruf və münkər, etiqadi məruf münkərdir. Bugün bazarı çoxalıb, əqidəvi məsələlərdə Allah bəyənən yolla Allaha bağlanmaq mərufdur, yaxşıdır. Allahın sevmədiyi yola əqidə bağlamaq münkərdir, pisliklərdir. Məsələn, Musa Peyğəmbər zəhmət çəkdi, möcüzə göstərdi, gətirdi cəmaatı təkallahçı elədi. Biraz keçmədi ki, Musa Peyğəmbərin qovmu döndülər buzovpərəst. Allah Musanı qəbul eləmək, Həzrəti Musanı qəbul eləmək məruf, Samirini qəbul eləmək, buzova pərəstiş eləmək münkərdir. İsa Peyğəmbərin qovmu dedilər, təslisə qail oldular. Allah, Məryəm və İsa ailəsinə, İsa Peyğəmbərə Allahın oğlu dedilər. Təzə başlayıblar təbliğata ki, mən Məsihiyəm, belə bir təbliğat. O qədər əqidələr çıxıb ortaya, Allah özü İmam-ı Zaman Aleyhisselamın zuhurun tezləşdirsin. Ən təhlükəli cəmiyyət üçün pislik və yaxşılığın yeri dəyişik düşmək də budur. İnsanın əqidəsi xarab olanda əməllər də əqidəyə görə təyin olunur. Altıncı məruf və münkər, daha doğrusu altıncı münkər iqtisadi münkərdir. Məsələn, Allah Quran-ı Kərimdə iqtisadi azğınlığa görə Şüeyb Peyğəmbərin qovmuna bəla göndərir. Allah onu bizə xəbər verir. Çörəyə hörmətsizliyinə görə. İqtisadi münkər. İnsanlar xums bilməyə, zəkat bilməyə, sədəqə bilməyə, ehsan bilməyə, başqasının haqqını yeyə, rüşvət ola, faiz ola. Bunlar iqtisadi azğınlıqlardır. Cəmiyyətin iqtisadiyyatı pozuldusa, mənəviyyatı da onun üstündə pozulacaq. Cəmiyyət Monqol quzusu yedi də o cəmiyyətdən Allahı tanınan olmaz. Cəmiyyət Braziliyadan gələn budları yedi qutardı. Cəmiyyət bismillahsız kəsilən heyvanları, üzü qibləyə kəsilməyən heyvanları, pulsuz balıqları, murdar kalpasaları yedikcə dindən, imandan çıxacaq. Buna deyirlər iqtisadi azğınlıq. İqtisad bizim bədənimizi xarab qidalar zəhərlədiyi kimi, haram qidalarda bizim ruhumuzu öldürür. Ruhu öldürdü yemək, artıq o cəmiyyət iqtisadi cəhətdən azğınlaşdı və onun mənəviyyatda onun üstündədir. Əzizlərim, zaten orucluq bizə onu başa salır ki, nəyi yemək lazımdır, nəyi yemək lazım deyil. 7-ci, əxlaqi azğınlıq. Hamısı var bu günlər, əxlaqi azğınlıq. Məsələn, Quran bizə xəbər verir, Lut Peyğəmbərin qovmu. Bu, üzr istəyirəm, əxlaqi azğınlığın biridir. Bu, yəni pisdir. 8-ci, bunları sayıram və nəhayət bir əlacındır deyib qurtaracam inşallah sözümü. 8-ci, ictimai pisliklər. İctimai pisliklər qohumluq əlaqələrinin qırılması. İnsanların arasında sidq-ü səfa itməsi. Baxın, bunu elə bilirəm, bunu hamı qəbul eləyəcək. Ən
O problem çoxdur, saymaqla utarmır. Mən bir dəfə buradan demişdim problem, çəkilişə baxanın bir yazmış ki, mənbərdə rus sözü işlətmə də o keçib bizim dilə elə. Rus sözü problem ilə biləyəncə hamı başa düşür. Əgər müşkül desəm, müşkül də ərəb dilində olur. Elə o problem, çətinlik deyim. Problemin biri ictimai məsələlər, biri sidq-ü səfanın itməsi. Sidq-ü səfa nədir? Bundan yuxarı bir cür söz danışır, bura bir söz deyir. Ürəyində sənə hoqqa düzəldir. Hoqqa düzəldir. Ürəyində sənə başqa cür nifrəti var. Dilindən bal süzülür. Adamı elə aldadır dili ilə. Bu münafiqlik əlamətdir. İçlə çölün düz gəlməməsi bu münafiqlik əlamətidir. 9-cu, nizami pozğundur. Məsələn, cihaddan qaçmaq münkərdir. Quran bizə bunu çatdırır. Cihaddan qaçmaq, nizam intizamlı olmamaq. 10-cu, siyasi azğınlıq. Ölkəyə, xalqa, millətə zülm etmək, xəyanət etmək bu siyasi azğınlıqdır. Yaxşı, gəldik bunları saydıq 10 dənə azğınlıqdan və onun əksi yaxşılıqdan ad apardıq. Mərufla münkərin yeri dəyişik düşəndə biz nə etməliyik? Dedim ki, cəmiyyətdə bugün yaxşı ilə pisin yeri, ağla qaranın yeri dəyişib, onda nə etməliyik vəzifəmizi deyirəm. Burada qardaş, Allaha sarılmaq lazımdır. Allah adama tövfiqat versin. Allah adamı nəzərindən salmasın. Hidayət nəzərin adamın üstünə əski eləməsin ki, adam ağa qara deməsin. Adamın üzünə durub ağa qara deməsin. O pislikdir, o insanın insanlıqdan süqut eləməsidir. Allah tövfiq verəndə adama neyinir? Quran-ı Kərimdə Hücurat surəsi 7-ci ayədə Allah Teala buyurur: "Habbaba ileykumul iman və zayyenahu fi qulubikum." Allah Teala həmin möminlərə imanı sevdirər və zinətləndirər onların qəlbində, amma küfrə nifrət yaradar. Allah adamın qəlbinə bir bəsirət gözü verir, adam yaxşı ilə pisi ayırd eləyər. Allahdan istəyək, Allah bu tövfiqatı versin bizə. Bir salavat deyə yatanlar oyansın inşallah. Sallallahu ala Muhammed. Amma bu tövfiqatı almağın yolu var. Neyniyəyə Allah o tövfiqatı, o müvəffəqiyyəti, o uğuru bizdən almasın, bizə versin onu. Əli əleyhissalamın Nəhcül Bəlağədə 374-cü hikmətində o tövfiqatı, o müvəffəqiyyətə çatmağın yolun buyurur ağa. فَمِنُهُ الْمُنْكِرُ بِيَدِهِ وَلِسَانِهِ وَقَلْبِهِ فَذَلِكَ الْمُتَكَمِّلُ لِخِصَالِ الْخَيْرِ وَمِنْهُمُ الْمُنْكِرُ بِلِسَانِهِ وَقَلْبِهِ وَالتَّارِكُ لِلْيَدِ فَذَلِكَ مُتَمَسِّكٌ بِخِصْلَتَيْنِ مِنْ خِصَالِ الْخَيْرِ وَمِنْهُمُ الْمُنْكِرُ بِقَلْبِهِ وَالتَّارِكُ لِغَيْرِهِ فَذَلِكَ الَّذِي ضَيَّعَ أعلى الخصلتين من الثلاث وإن وتمسك بواحدة ومنهم التارك لإنكار المنكر بلسانه وقلبه ويده فهو ميت بين الأحياء. İnsanların bir qismi var, cəmiyyəti ayırdı İmam üç yerə. İnsanların bir qismi var, pisliyi əli ilə, dili ilə, qəlbi ilə inkar edir. Nə ilə? Dili ilə, qəlbi ilə, əli ilə inkar edir. Bu adam xeyir sifətlərinin hamısını kamil şəkildə özünə cəm edir. Bu ən yaxşı adamdır. Pisliyə 3 mərhələdə qarşı çıxır. İkinci, bir qismi var, pisliyi dili ilə və qəlbi ilə inkar edir. Dillə deyir, eləmə. Qəlbdə də ona nifrət edir. Amma əli ilə, yəni əməli, əl deyəndə əməl. Əməli cəhətdə bir iş görmür. Həzrət buyurur, bu adam xeyir sifətlərin ikisinə çatıb birindən əli üzülüb. Yəni bir iş görmədi. Heç olmasa dili ilə dedi, qəlbi ilə nifrət elədi. Əli ilə bir iş görməsi də ikisinə çatdı. Amma bir adam var, nə dili ilə, nə qəlbi ilə, nə əli ilə pisliyə qarşı çıxmır. Bu adam dirilər arasında ölüdür. Məyyitun beynəl əhya. Dirilərin arasında ölüdür. Yəni reaksiya yoxdur.
Bu yaxşıya pis, pisə yaxşı deyil və yaxud da yaxşıya yaxşı, pisə pis demirsə, bu adam ölüdür, ölüb bunun ruhu. Yaxşı, qardaşlarım, niyə biz əmr bi məruf və nəhy-əz münkar eləməliyik? Loğman oğluna vəsiyyətdə buyurur, deyir oğul, əd-dünya bahrun amiq, dünya dərin dəryadır. Gəmi möhkəm elə. İndi mən bunun başqa formasını deyirəm. Dünya bir gəmiyə bənzəyir yaranış aləmində. Biz də bu gəminin sakinləriyik. Oturubsan bir gəmiyə, dərin dəryadan keçirsən. Görürsən yanındakı deşir gəmini. Deşir, deşir. O Xızır Peyğəmbərlə Musa Peyğəmbərin məsələsində gördü Xızır Peyğəmbər deşir gəmini. Dedi, neyirsən, batacaq axı. Gəmini deşəndə necə narahat olarsan, batacaq. Dünyada da yaxşılıqla pisliyin yeri dəyişəndə dünya batacaq. Dünyanın ömrü qutaracaq. Ay qardaş, mən də bu dünyada yaşayıram. Dünyanın dəngəsini pozma, bu pisliyi eləmə. Eləmə deməyi bacar. Narahat ol və deməyi bacar. Yaxşı. Məsələ, deyin necə, mən elə həmişə bu dərdli yerimdir. Çünki cəmiyyətdə bu problem aşkardır. Məsələn, gördüm biri hicabsızdır. Elə öz ətrafındayım. Dili ilə denən qızım, bacım, anam, hicabsızlıq günahdır, pisdir, hicab yaxşıdır. Əvvəl dili iləndir. Qəlbində də bir narahat ol. Denən mənim nəsil nəcabətimdə, evimdə, eşiyimdə hicabsız yazan var. Bir də əli ilə bir iş gör. Ged bir dənə hicab al, sabah inşallah, yəni sabah deyəndə bir neçə gündən sonra da 11 dekabrda gələn cümə xanım Fatimə Zəhra salamullah əleyhanın mövlud gündür, qadınlar bayramıdır. Ged bir dənə hicab al, gəl denən. Qızım, sənə bugün xanım Zəhra salamullah əleyhanın mövlud günündə bir hicab hədiyyə eləyirəm bayramda. Bunu məndən qəbul elə, amma əməl elə. Bu dillə, əllə və qəlblə olduğu əmr məruf və nəhy-əz münkar. Və necə deyərlər, mən birini dedim, indi bunun üzərində sən başqa sahəni götür. Qur'an-ı Kərim Həd surəsi 41-ci ayədə buyurur. Əuzu billahi mineşşeytanirracim. Əllezîne in məkkennahum fil ard əqamus-salata və atuz-zakata və əməru bil ma'ruf və nəhav anil munkar və lillahi aqibetul umur. Əgər onlara, diqqət edin bu ayə, əgər onlara yer üzərində hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlərə əmr eləyər, pislikləri qadağan eləyər. Bu bütün işlərin aqibəti Allaha aiddir. Bu ayə İmam-ı Zaman əleyhissalamın zuhurun ehtiva eləyən, əhatə eləyən ayədir. İnşallah ki. Ya Allah Teala buyurur, biz imkan versək. Yəni əmr məruf və nəhy-əz münkar imkan dairəsindədir. Gedib küçədə, məsələn, bir dənə toyda, bir dənə günah olan toyda girib desən, ay bala, geyimizə fikir verin, adam oradan qovarlar. Əmr məruf, nəhy-əz münkar üçün şərait yarananda. Fürsət yaranan kimidir? Amma o fürsət ki, yoxdur, orada yeri deyil təbliğatın. Allah buyurur, in məkkennahum. Əgər biz onlara imkan versək, yəni İmam-ı Zaman əleyhissalamın hakimiyyəti dövründə bu hakimiyyətin ana prinsipləri olacaq. Əqamus-salat, namaz qılmaq. Allah buyurur, biz onlara imkan versək, onlar namaz qılarlar. Namaz qılmayan cəmiyyət uçuruma gedir. Çünki namaz pisliklə insanın, fərdin və cəmiyyətin arasında sipərdir. Namaz olmayanda insan hər günaha gedər. Əqamus-salat və atuz-zəkat. Zəkat verərlər, yaxşılığa dəvət eləyər, pislikdən çəkinər. İmam-ı Zaman əleyhissalamın hakimiyyətinin ana qanunları və prinsipləri budur, bu əməllərdir. Allah niyə əmr bi mərufu bizə vacib eləyib? Allah özü etməsə bizə deməz. Nəhl surəsinin 90-cı ayəsi, Balarısı surəsinin 90-cı ayəsində Allah Teala belə buyurur. İnnəllâhe yə'muru bil adli vel ihsan və itâi zil qurba və yenhâ anil fahşâi vel munkar vel bəği ya'idukum la'allekum tadakkarun. Sadaqallahul azim. Həqiqətən Allah əmr eləyir ədalətə, yaxşılığa, qohumlarla əlaqəyə. 3 yaxşılığa dəvət edir, əmr edir. 3 dənə pisliyə, fəhşa, münkər, azğınlığa, bir də bəği, zülmə. Allah burada moizə edir, bəlkə də xatırlayasınız. Bu ayə Quranın, dinin hədəfini cəm edir.
Bəs əmr və məruf və nəhy-əz münkəri cəmiyyətdə bərpa etmək üçün nə etmək lazım? Dedim, əvvəl məruf və münkərin yerlərini dedim, 10 dənə tanımaqdan ötürü və çarəsi nədir onu dedim. İndi bunu cəmiyyətdə bərpa eləmək üçün nə etmək lazımdır? Bunları qanun şəklində tətbiq eləmək lazımdır. Qanuna salmaq lazım. Necə yəni qanuna salmaq? Allahın təyin elədiyi sərhədləri, pislikləri və yaxşılıqları, pislikləri qadağan eləməyi qanuna salmaq lazımdır. Yaxşılıqlara dəvəti qanuna salmaq lazımdır. Məsələn, maşın minəndə kəmər vurmaq bizim üçün faydalıdır, maşın sürənlər üçün. Xeyirlidir, adamı qoruyar. Amma cərimə tətbiq olunmasa kim kəməri vurur? Məsələn, polis saxlaya deyə, xahiş edirəm, məsləhətdir, kəməri vurasınız. Kim vurar kəmər? Sən Allah. Qanuna oturmasa olmur. Əmr bi məruf və nəhy-əz münkər, yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmək qanun formasında olmadıqca bəşər ona tabe olmayacaq. Allah Quranı deyib də, Quranında əmrləri, qadağalar deyib. Əgər Quran qanun olmursa, bəşər ona əməl eləməyəcək. Bəs qanunlarda niyə yer almır bunlar? Və yaxud da qanunlarda nə vaxt yer alacaq bu sualla deyim cavabını qurtarım sözümü, birinci xütbəni. Qanunlar cəmiyyətin səviyyəsinə görə təyin olunur. Bir dəfə İmam-ı Zaman Əsələm hakimiyyətində qanunlar, ilahi qanunlar olacaq. Cəmiyyəti o qanunların səviyyəsinə qaldıracaq inşallah o hakimiyyət. Bir dəfə də bugün yaşadığımız dövrdə qanunlar cəmiyyətin tələbat və səviyyəsinə görə təyin olunur. Məsələn, Allah üzümüzdən, ölkəmizdən uzaq eləsin. Mən bir dəfə demişdim, Fransa Dumasında 50 dənə o Lut Peyğəmbərin qovumunun deputatı var, o pis gəzən kişilərin deputatı var. Yəni, o cəmiyyətdə o çoxalıb deyə tələbat var, qanuna salıblar. Allah eləməsin, burada olmasın inşallah. Cəmiyyətdə bir qanun cəmiyyətin səviyyəsinə və tələbatına görə təyin olunur. Cəmiyyətin səviyyəsi qalxsa, cəmiyyət dindar olsa, Allahın əmrləri və qadağaları da qanun şəklində cəmiyyətin tələbatına uyğun olaraq tətbiq olunacaq. Nə qədər bizim səviyyəmiz ilahi prizmadan yanaşanda dini səviyyədə getməmişik yuxarı, onda bizim o qanunlarımız da elə dini maraqlardan uzaq olacaq. Allah'ın verəm İzzət-i Cəlalı hörmətinə Allah dinin danışanlardan yox, dinin yaşayanlardan bizi qərar versin inşallah. Allah ölənlərimizin və şəhidlərimizin ruhunu bu cümə günü bizdən şad eləsin. Allah dünyamızı və ahirətimizi abad eləsin. Allah müşkülləri olan müminlərin, möminələrin, müşküllərin asanlıqla əvəz eləsin inşallah. Allah aqibətimizi xeyr eləsin. Bazarıb istəyə bilmədiyimiz xeyirləri bizlərə nəsib eləsin. Bismillahirrahmanirrahim. وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ Sadaqallahul aliyyul azim. Danışılan sözlərin, danışanın və eşidənlərin qəlbində çox təsir buraxmağından ötürü Muhammed Ali Muhammedin cəmal-i kəmalına uca, nurani 3 dənə salavat zikr